Nerede? Sağ olun komandir. Senin mənə o plasda qan qusturduğun günlər mənim yadımdan çıxmıyor. Ne istəyirsən? Bir dənə zülmkar komandir olub. Mənim komandirim olub. Mənə qan qusturub. Özü də mənim yerimdir. Şuşdu. Mənim qan qusturub. Tərlan. Deyirdi ki, mənim yerli pərəstlikdən xoşum gəlmir. Ay Məni tamam. veçni. Hayda, tuvalet təmizləməkdə dırnaqlarım getmişdi. Lav yana dedin siz ağırdı sözü. Neyinizə nə? Deyir, hara baxıram zirvəli dağ görsənir. Mülki həyat məndən uzaq görsənir. Mən bir il 2 ayın əskəri idim. Mənə dedilər ki, ya səni həbsə göndərək, ya bir il 3 ayın əskəri. Ya da ki, evvə get. Məzuniyyətə. 10 günlük. Məzuniyyətə gəlmirdin təsəvvürünü. Burada qoy mən bilməyənlərə deyim. Mən necə əskər olmuşam? Mən necə Allah əskər Tərlan olmuşamsa, xoşbəxt eləsin. məni Tərlan. əskərlərdən yox, məni gedin komandirlərdən soruşun. Məni İcazə versən yolda kəsin. Tərlan bizim həm də veteranımızdır. Şəkrin dünyalar qədər istəyirəm. Allah onu xoşbəxt eləsin, ailəsinin üstünə əks eləməsin. Gedin uşaqlar, mənim hərbi hissəmə kim getsə, orada elə girən kimi sağda mənim şəklimi orada görəcəksiniz, nümunəvi əskər. Nə üzrə nümunəvi? Bölükdə bir dənə əskər çıxıb eləyə bilərdi. Səncə məndən tez kim çatdırardı sizə? Düzünü deyiləm. Bölükdə nə olardı? Gələn kim nə komandir? Bax filan uşaq telefon işlədir. O cəhətdən ürəyin açıldı. Söz saxlaya bilmirdim, bilirəm. Öpürəm sənin bağrıma basıram. Balalı öpərsən əvəzindən. Gecən belə qalsın. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.